Avropa ölkələri iqlim dəyişikliyi ilə mübarizədə yeni razılıq əldə ediblər. Belə ki, ittifaqa üzv dövlətlər 2040-cı ilə qədər istixana effekti yaradan qazların emissiyalarını 1990-cı illə müqayisədə 90% azaldacaqlar. Qərar Ətraf Mühit Nazirlərinin 18 saatdan çox davam edən danışıqlarından sonra verilib. Danışıqların təfərrüatını hazırda Almaniyadan bizimlə birbaşa bağlantıda olan xüsusi müxbirimiz Günay Məmmədovadan öyrənəcəyik və yeri gəlmişkən Almaniyada istixana effekti yaradan qazların emissiyalarının azaldılması üçün çoxsaylı təşəbbüslərlə çıxış edən ölkə olaraq tanınır. Günay, hər vaxtınız xeyir. Ətraf Mühit Nazirlərinin danışıqlarından başqa hansı nəticələr hasil olunub? Buyurun, sözü sizə ötürürəm. İqlimlə bağlı müzakirələr davam edir, amma planet artıq hər il daha çox dəyişir. Sazişə əsasən Avropa İttifaqı 2040-cı ilədək istixana qazlarının emissiyalarını 1990-cı il səviyyəsi ilə müqayisədə 90% azalmağı planlaşdırır. 2030-cu il üçün ara hədəf isə dəyişməz qalır, 55% azaltma. Nazir Agart vurğulayır ki, bu hədəflərin həyata keçirilməsi növbəti 10 illiklər ərzində siyasətə, sənaye strategiyasına və investisiyalara istiqamət verəcək. O qeyd edir ki, bu kompromis göstərir ki, çətin dövrlərdə belə biz birlikdə hərəkət edə bilərik. Bu hədəflər sayəsində daha güclü, rəqabət qabiliyyətli və təhlükəsiz bir Avropa İttifaqı qura bilərik. Bununla belə qeyd etmək lazımdır ki, iqlim hədəfi hələ yekun deyil. O qüvvəyə minməzdən əvvəl Avropa Parlamentinin təsdiqindən keçməlidir. Ekspertlər isə diqqəti çəkirlər ki, azalmaların bir hissəsi beynəlxalq karbon kreditləri və karbon dioksid çıxarılması texnologiyaları vasitəsilə həyata keçirilə bilər. Bu yanaşma elastiklik yaradır, lakin hədəfin real effektivliyi barədə müzakirələrə səbəb olur. Qeyd edeyim ki, Avropa İttifaqının 2040-cı il üçün iqlim hədəfi çox ambisiyalıdır. 90% azalma, 2030-cu il üçün 55% ara hədəfi. Bu hədəflər gələcək illərdə siyasət, sənaye və investisiyaları formalaşdıracaq. Eyni zamanda bu çətin bir çağırışdır. Hədəflərə çatmaq üçün yalnız texnologiya deyil, həm də davamlı siyasi iradə, iqtisadi resurslar və koordinasiya tələb olunur. Yəni, qeyd edeyim ki, demək istəyirəm ki, kağız üzərində hədəf aydın olsa da, onun icrası böyük səylər və resurslar tələb edir. Bu əsas mesaj isə belədir. Bu hədəflər yalnız plan və niyyət deyil, onları həyata keçirmək üçün real strategiyalar və uzun müddətli öhdəliklər lazımdır. Çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə. Günay, sizə təşəkkür edirəm çatdırdığınız ətraflı məlumatlara görə.